maşın. Buyurun Leman. Minik maşın. Minik maşın. Tarihte görün. Motosiklet. Motosiklet olsun yaxşı. Buyur. Melek. Yük maşını. Tarihine. Başka ne diyeceğim? Avtobus. Yaş uşağa kifayetli. Dikkatlə baksa, uşaqlar. Siz bayaqdan Türk nəqliyyat növünü sadalardı. Bunlar hava nəqliyyatı, sonra bunlar hamısı birlikte ne adlanır? Ne adlanır hamısı birlikte? Meryem'i görür müsün? Nəqliyyatın növləri adlanır. Kabaca şeyde deyin ki, bak bu nəqliyyat növləri içerisinde sizce en geniş yayılan hansıdır? Bak kim diyerdiniz? Kim diyer? Bak bu nəqliyyat növləri içerisinde en çok istifade olan hansı nəqliyyat növüdür? Kim diyer? Darda deyildir. Quru nəqliyyat. Quru nəqliyyatı. Həqiqətində uşaqlar, bütün insanlar hamısı təyyarəyə minmir ama. Böyle insanlar var ki minir, ümumiyyətlə minmir. Və belə uşaqlar, yeni insanlar ki minir, gəmiyə minmir. Ama bizim hər birimiz gündəliyə yaşımızda quru nəqliyyatından istifadə edirik. Belə, uşaqlar, bu nəqliyyat növlərinin kəşfi insanların gündəlik həyatında çox böyük rol olmuşdur. Belə ki, insanlar hastalıqla bir yerdən başqa yerə gedirlər, atalıq özlərinin ağır işlərini bir yerdən başqa yerə daşıyırlar. Elə buna görə də bütün bu nəqliyyat növlərinin demək olar ki, hamısına müxtəlif mahnılar bəstələnir. İstər qatara ait olsun, maşına, gəmiyə, s. Çox diqqətlə baxın, onlardan biri də Negros. Metro mahnısının müəllisi məşhur şəxs bəstəkarı Oktay Tüzgarovdur. Oktay Tüzgarovdur. Aha, indi uşaqlar, gəlin sizə belə bir təqdaf sualı dedim görümdə, səbəblərlə vaxtı nəqliyyat vasitələri dediyiniz kimi olmurdu. Özlərlə görəsə bu vasitələri nələrə bəzəyilir? Gəlin bu suala cavab verərsiniz, kim deyər? Bax, bu nəqliyyat vasitələri olmayan vaxt, onları nəyə bəzəyirdi? Nizam, at, sonra nizam, Uzundular, buyurdur mu? Öküz, sonra dəvə. Bak bunlar hamısı uşaqlar Azərbaycanda istifadə olunan heyvanlar olur ki, hamısı onlara nəqliyyat vasitəsi kimi istifadə olur. Ancaq belə nəqliyyat vasitələri var ki, onlar Azərbaycan üçün ənənəvi deyil, xarakterik deyil. Yəni onlardan Azərbaycanda istifadə olunmuyor. Gəlin belə bunlar hansı nəqliyyat növləridir? Hansı insanlar daha doğrusu? Şimdi yaşamak. Mehmet Emre Gülü. Mağara arabası. Sonra Davut. İt arabası. İt arabası. Başka. Geri. Fil. Akşamda bu sabahladığımız hayvanlardan Azerbaycan'da istifade olunmur. Ama bir farklı ülkeler var ki orada çoklu gar olur veya nereden artık isti olan yerlerde. Hemen yerlerden bu dediğimiz hayvanlardan nəqliyyat vasitəsi kimi istifade olunur. Yaş uşaqlar, bu heyvanlardan nə məqsədlə istifadə olunurdu? Bu heyvanlardan nə məqsədlə istifadə olunurdu? Kim deyər? Benim deyir mi? Minik üçün istifadə olunurdu başqa? Mərsindir? Niyə yürüyüş daşılar məqsədilə istifadə olunurdu. Həqiqətində uşaqlar, bunlardan minik və yürüyüş daşılar məqsədilə istifadə olunurdu. İndi diqqət ekrana baxsaq, burada bir tapmaca yazıldığını görərsiniz. Gəlin bu tapmacanı oxuyaq. Uzun hayatlı, yemək obalı, seninle varsa, o yolunda yok. Biz uşaqlar, bax, oxuduq tapmacanı, amma indi gəlin görək onun açması nədir? Çünki, bax, bu tapmacanın açmasını nədir görəsən? Peki hamı birlikte mi uşaqlar? Bak bu tapmacanın açması dəvədir. Dəvə uşaqlar, ərəb sözü olub, mənası Gözəllik deməkdir. Aydın, mənası gözəllik deməkdir.
Şimdi uşaqlar, Azərbaycan dərsi ilə işləyər. Azərbaycan dili dərsi ilə sayda 84 açırsınız. Açıyorum. Sayda 84 açırım. Belə uşaqlar, bax 84-cü səhifədə dəvələr mətni yerləşir. Amma bu mətnin iki mətn verilir sizə. Hətta siz gəlin birinci mətnə baxaq. Birinci mətni deyək görək uşaqlar. Buyurun. Bir deməli dəvələr şeirini, onda deyin ki, Zahid Səlim yazır. Zahid Səlim dəvələr şeiridir. Buyurun görün. İlləri yəhər kimi, gözlər fərlər kimi, uzun ayak dəvələr, yekə tozaq dəvələr, 5 gün açda gəzərlər, susuzluğa dözərlər, ancaq incitsən biraz. Düz yetmiş. Dili unutma, beni yəhər dəvələr, gözü fənər dəvələr. Ayşe Allah uşaqlar, bu dediğiniz Zahid Səlim yazdığı dəvələr şeiri. Yani uşaqlar, bax, biz dedik ki, orada iki mətn verilir. Birincisi budur. Bax, bu mətn, bu indi dediğiniz, ne formasında yazılırdı? Bax, şimdi yazılır, ne formada yazılırdı? Ne maddesi görürsün? Bu mətn şeir formasında yazılır. Bəli, bu şeir formasında yazılmış bir mətndir. İndi uşaqlar, kesin görəkli şeirin ne olduğunu bilirsiniz. Ümumiyyətlə, şeirin bir səhri necə aranır? Çünki şeirin bir səhri necə aranır? Fatime Gülüzün? Deməli, şeirin bir səhri? Yaxşı, şeirin bir səhrinin israrlandığını bildik. Şeirin uşaqların nədir? Gözəlliyi verən görəsənlərdir. Nəyəsə şeir bizə daha dilimizə yazımlı olur, daha gözəl olur, mətnə daha xoş gəlir insana. Nəyə görə? Kim deyər? Mələkdə görün qızım. Qafiyə verir, şeirə xüsusi gözəllik verir. Aferin qızım, şeirə xüsusi gözəllik verir. Bəs qafiyə nədir? Bunu bilirik mi görəsənlik? Uşaqlar, qafiyə nədir? Esmira buyur. Şeirin misralarının axşam, şeirin sonluğunun axşam səslənməsinə qafiyə deyilir. Qafiyə deyilir. Bəs uşaqlar, şeirdə ritmini yaratır. Neden buyur? Şeir misralarında hecaların sayısı eyni olması ritmiyor. Eyni olması ritmi yarar. Yani uşaqlar, şeirin misrasında əgər bütün misralarda hecalar təksir hecalı olsaydı, 7 hecalı olsaydı, hecaların sayı eyni olanı bu dilə daha yaxın olur. Onu demək, öyrənmək daha rahat olur. Belə. İndi uşaqlar, gəlin həmin səhifədə olan ikinci mətnə baxaq. İkinci mətn, hamı izləyib ikinci mətni, belə neyin başqa görürsün? Dəvə çox dözümlü heyvandır. Göllərlə at tutur qala bilir. Onun belindəki sıxıntıya hürgüz deyirlər. Nə var? Bəzi dəvələr bilməzlərsə iki hürgüzü olur. Onun səfərə çıxmazdan əvvəl dəvə doyunca yeyib içir. Yeyib içdiyini bir hissəsini həzm edir. Nələr? Qalanlarını siyə sevdiyi hürgüzündə dar günə saxlayır. Dəvə səhrada təsvirib səkmədən hərəkət edir. Onun ayaqları xüsusi bir qası ilə öldüyünə görə içi qumda yanır. Dəvənin milyonu onun cızmaq günəşdən və gecənin soyuğundan qoruyur. Dəvə səhrada bitən azdır. Dəvə səhrada bitən az yoxsanla, çalış olmazsa da qidalanır. Dəvə et meyranlıdır. Onun əti yeməkdir. Dəvənin isti yolundan işilməkli paltarlar toxunur. Yoğan dövlət hazırlamasında istifadə olunur. Dəvədə səhrada və göllərdən mirib üzü də istifadə edildilər. Belə, aferin uşaqlar. Bax, mətni oxuduq. Burada bir dəvə haqqında geniş, əsaslı məlumat əldə elədik. İndi gəlin bu əldə elədiyimiz məlumatları yavaş-yavaş təhlil edək. Əlbəttə, bax uşaqlar, biz burada səhifədə iki mətn oxuduq. Dedik ki, onlardan birincisi şeirdir. İkincisi də eyni baxaq görək. Bax, bu birinci və ikinci mətnlər bir-birinə görə səndən təblərdir. Bax, kim deyə bilər? Birinci və ikinci mətnlərin fərqi nədədir? Bəhram bir görüm olsun. Qafiyə və fikir. Yox, mən səndən onu soruşmadım. Dedim ki, bax, mətnlər bir-birinə nə fərqdir? Ay, sağ ol. Birinci şeir, gəlir. Yəni, hekayə formasında
biləriz. Hekayəni bir-birindən nə fərqləndirir? Kim deyər uşaqlar? Şeir hekayəni bir-birindən nə fərqləndirir? Zaten biliyorum. Mən bir şeirdə indi verilir, qoyulur, səsini səsiri, o biri səsiri. O biri səsirdən başlayanda böyük hərflərdir. Amma mətndə hekayədən ağılda isə cümlənin sonunda nöqtə qoyuruq, sonra yazdırıq. Xüsusi isim olanda. Ay, xüsusi isim olanda böyle yazılır. Buyurun. Başqa bir şeylə xüsusi gözəllik verir, ona hekayədən ağılda fərqləndirir. Düzdür uşaqlar. Bax, Qasiyə Məlik'in gözəllik verir. Və bir də yoldaşımızın dediği kimi şeirin bütün misraları böyük hərflə yazılır. Yəni həmin o misranın sonunda hansı durğu işarətinin qoyulmasından asılı olmayaraq. Düzdürmü? Bəli. Bilən, davam edəyəmiz. İndi gəlin görək, dəvələrdən heç harada istifadə edirlər uşaqlar? Harada istifadə edirlər? Münafiqdir mi o? Səhralarda. Harada? Səhralarda uşaqlar. Ən çox səhralarda istifadə olunur. Elə buna gedir uşaqlar. Dəvələrə həm də nə deyirlər? Səhra gəlisi deyirlər. Uşaqlar, dəvələr səhralarda yaşayırlar. Və onlar səhralarda yaşadığı üçün həmin mülkə uyğunlaşırlar. İndi görək onların uyğunlaşması necə olur? Dəvələr səhrada tez-tez olan gözlü küləklərin sovrulduğu qoldan özlərini qorunan büyüdü, burun deşiklərini tamamilə bağlayırlar. Tamamilə bağlayırlar. Uşaqlar, Günay dediği kimi dəvələr burun deşiklərini tamamilə bağlayırlar. Bax, biz bu şəkildə diqqətlə baxsaq, dəvənin sanki nəfəsini içəriyə çəkərək burun deşiyini necə bağladığını görə bilərik. Dəvənin gözü iki kirpikliydir. Bu da onun gözlərini bu tozanağından qoruyur. Bəli, başlayalım. Bu da yenə də dəvələrin sərmayə uyğunlaşmasını göstərir. Yəni onların kiprikləri iki sıra düzülür ki, bu kipriklər dəvələrin gözlərini bu tozanağından qoruyur. İndi gəlin görək, bu səhrada yaşayan dəvələr nə ilə qidalanırlar? Bax, məsələn, ürəkdir. Dəvələr qidası görəcəklərdir, fark edebilir mi? Adı yoxsanlar və tikanla qidalanır. Adı yoxsanlar və tikanla qidalanır. Çünki uşaqlar, səhraların bitki örtüyü həddən artıq çox zəifdir. Orada dürüst onu yaxşı şəkilsiz yazır uşaqlar. Yaxşı olmadığı üçün. Orada olan bitkilərin də belə deyək, sayın azdır, yapıqları az olur, tikan formasız olur. Buna görə də biz dəvə səhrada yaşadığı üçün orada nə tapırsa onu yeməyə məcbur olur. Bilin. İndi bizə də ekranda yazılanı oxuyaq. Dəvənin dodaqları xüsusi formaya malikdir. Bu da dəvəyə dodaqlarını və ağız boşluğunu zədələmədən tikan yeməyə kömək edir. Düzdür. İndi diqqətlə uşaqlar. Ekrana baxaq. Burada sizin üçün bax belə bir atalar sözü yazılır. Yazılır ki, dəvə kimi görüşəm. Bu atalar sözünü ne için belə deyildiyini biz indi balaca bir videoya baxmaqla görə biləcəyik. Uşaqlar, diqqət ekrana baxın, siz dəvənin öz qidasını necə göstərdiyini görürük. Bax, elə bəzən də bəzi uşaqlar, hətta böyüklər də, ictimai yerlərdə çox oxşaqlıq şeyləyirlər, bax bu formada. Və ona görə də həmin vaxtı onları tərbiyyə etmək üçün bu dəvə kimi köşəmə sözü, atalar sözü buradan da əmələ gəlir. Onda deyək ki, uşaqlar, bəzən biz olurdu, istəyənəyi qoyurlar. Olur belə bir şey. O qidanı tez tutmaq üçün sadəcə altında o tərəf eləyərək tez tutmağa çalışır. Bu ona görə ki, uşaqlar, istədiyini ağzınızın içərisini yansın. Bax, dəvənin köşəməsi də buna oxşur. Dəvədə ağızlarının içərisində həmin o yedikləri tikan dalamasın, artıq yoxşan yandırmasın deyə qidalarını bu formada çeynəyib, orada gördüyünüz kimi vurmağa çalışırlar. Bir şey dediğiniz uşaqlar, dəvələrin mədəsi elə bir formada yaranır ki, o istənilən, hətta bizim ağlımıza gəlməyən bir, belə deyək də, plasmas, kalçıq, nə tapsa belə, yedikdə onları həzm edilir. Yəni, həddən artıq həzm etmə qabiliyyəti yüksəkdir. Belə, tamam edək. Dəvə çox ağıllı heyvandır. O yem axtarmaq üçün 15-16 kilometr uzağa gelir, sonra asallıqla öz sahibinin yanına qayıda bilir. Bəli, Akşada Fatih dediği kimi, səhralarda mən baxlar
qeyd elədim ki, bitkilər az olur. Buna görə də səhrada olan dəvə özünə yem axtarmaq üçün uzun məsafə qət etməli olur. Amma buna baxmayaraq, o çox uzaqlara getdikdə belə asanlıqla sahibinin yanına nə edir? Qayıda bilir. Belə, bax, uşaqların ekrana baxsa görərsiniz ki, burada bir dəvə çarpanı verilirdir. Gəlməyəcək də bu şeiri oxuyaq, orada yazılıb ki, yol edək, çarvan, bax bu dəvə, çoxlu dəvələrin arzu düzlərə getməsinə çarvan deyilir. Amma diqqətli olsaq belə ki, çarvanın önündə bir nəfər adam onu tutaraq aparır. Yəni, sanki onlara yol göstərir, bax, önemli adama isə çarvan deyirlər. Onu da qeyd edilmiş uşaqlar, Azərbaycan gerçekten İpek yolu üzerinde yerleşen bir devlet olurdu. Bu, yani oradan həmişə Azərbaycandan müxtəlif dəvələr gəlib keçdi, müxtəlif çarpanlar gəlib keçdi. O dəvə çarpanları Azərbaycanda olmayan müxtəlif məhsulları Azərbaycana gətirməklə məşğul olub. Və ya da Azərbaycanda olan müxtəlif sərvətlər vardır ki, onların xaricə aparıb satılması ilə məşğul olurdu. İndi bax, diqqətlə baxaq ki, Azərbaycanın hansı təbii sərvətlər olurdu? Bütün dövlətimiz hansı təbii sərvətlərlə zəngindir? Salih, qızıllar, buyurlar, neft ilə, sonra ne demək olar? Məhəmməd Əmi? Pambıq ilə, Emil? Paxıl ilə, buyur Nihan? Duz ilə. Şoxlar, siz bu siyanı ümumiyyətlə uzağa bilərik, amma dediklərimiz kifayətdir. Bax, bütün bu sadaladığımız deməli, təbii sərvətlər uzun illər, uzun əsrlər boyu dəvə çarvanları vasitəsilə Azərbaycandan daşınırdır. Ümumiyyətlə uşaqlar, Azərbaycanda dəvə yolu çəkilənə qədər dəvə əsas zənglər vasitəsi hesab olunmuşdur. Bütün tacirlər, hətta bir belə imkanı olan bağlı insanlar hamısı dəvəyə malik olublar və onlar öz yüklərini, satıq mallarını, öz əşyalarını bir yerdə başqa yerə aparmaq üçün əsasən dəvələrdən istifadə edirlər. Və dəvələr bir gündə fasilə ilə 50 kilometrə qədər yol gedə bilirlər. İndi bu məsafə bizim üçün azdır, avtomobillə biz gedəndə biz bir saatı da yox, biz yarım saatı da dəqiqə həmin məsafəni qət edə bilirik. Amma vaxtilə 50 kilometr məsafəni bir gündə gedilməsi böyük təhlükə idi. Və dəvələrə düşlənən yük, onun dəvənin düz çəkisini nə qədər alaraq düşürürlər. Yəni, əsasən bu yük dəvənin çəkisini yansına bərabər olur. Yəni, onun nə qədər kök olsa, nə qədər böyük dəvə olsa, ona daha çox belə deyək ki, yük vurmaq, mal yükləmək mümkün olurdu. Mümkün olurdu. Şimdi davam etmək görəklə belə yazılanı Dəvələr bir dəvəyə 200 litrə qədər su içirlər. Ancaq lazım gələrsə, bu mümkün gün susuz da yaşaya bilərlər. Yaşaya bilərlər. Dəvə yeganə heyvandır ki, dənizin suyunu içməklə öz tələbatını ödəyə bilir. Ay sağ olun, uşaqlar. Dənizin suyu bilirsiniz ki, şordur. Şor nə deməkdir uşaqlar? Şor deyəndə nə nəzərdə olur? Osman bilir mi o? Tuzlu demək, yəni dənizin suyu çox tuzlu olur. Bunu heç bir dəvədən başqa, heç bir canlı, yəni su ilə qidalanır, daha çox təmiz suyu içə bilmir. Əgər dəvə yatmaq istəsə və ya dincəlmək üçün uzalsa, onda özü istəməyənədək onu qalxmağa məcbur etmək qeyri-mümkündür. Uşaqlar, dəvə görürsünüz, otururdur. Bəzən uşaqlar, kimsə oturur, oturduğu yerdən durmaq istəməyəndə, həmin adama müraciətlə deyilir, məsələn, niyə belə dəvə kimi xıxlanırsa, yəni oturduğun yerdən durmaq istəmirsə. Bax, bu atalar sözündə yaramasının səbəbi elə budur. Dəvə yeganə heyvandır ki, iki dini olduğu üçün oturanda dizini 2 dəfə qatlayır. Dəvənin əli və uzun boynu onun dizdən dinləşmək üçün pilləkən rolu oynayır. Bəli, dəvənin uzun boynu onun üzərində kimsə məklərlikdə pilləkən rolunu oynayır. Uşaqlar, bir dərsimizin gedişatında müxtəlif atalar sözlərindən istifadə edilir. Bu onu göstərir ki, dəvə mövzusu Azərbaycan şair xalq ədəbiyyatında, yəni atalar sözlərində özünün geniş əksini tapıbdır. İndi kim mənə dəvələrə aid atalar sözü deyə bilər? Bax, kim dəvəyə aid atalar sözü bilir? Kim deyə bilər? Rıza buyur. Dəvə bir fikir eylər, sarban ikisi deyilər. Etmirəm. Dəvəyə dedilər, boynu neylidir?
ki boynum da düz olsun. Aferin. Kazanıyor. Develerin çıkılar, konuşular çıkılar. Meryem. Devlet sözlüdür, o gelir. Şair kişidir, et gelir. Aha, birinci görmüşsün. Deveden soruştular, bir yok yaptırdım, yok hoş dedi. Cennet her ikisine. Evet. Deveden böyle stil var. Bebeler üç bir var. Şoba kifayetli bu kadar. Yani siz kifayet eder bebelere ait atalar sözü dedi. Bu da onu gösterir ki kendi birbirine bebeler mevzusu bizim şifayetsel edebiyatında özüne mahsus bir toplumda. İlk göre Atik bildiği ki bebeler insanlar miniler. Mini parçasını ifade ediyorlar. Ama bundan başka bebenin bakın var. İnsanlara ne hayır var? Bak şimdi bebenin neyinden ifade olur? Var. Etinden ifade olur. Aynen. Sütünden. Sonra nedir? Yolundan ifade olur. Uşaklar onun yolundan yorgan düşen, kalkan, eşyalar hazırlaması ifade olunur. Onu deyin ki uşaklar. Dikkatli olasın. Bedenin yunu həddən artıqda olduğu için qiymətli olan içilən əşyalar da, ona dokunan əşyalar da belə deyək də baha qiymətli olur. Çünki qiymətli geyim əşyası hesab olunur. Sonra uşaqlar, biz dəvələrin bildik ki, necə güclü olur? Növləri bir güclü. Uşaqlar, bir güclü dəvədən adətən süd əldə etmək üçün istifadə olunur. Yəni südlü içinizdir. Amma iki güclü dəvədən isə onlar ətli olduqları için ətli için istifadə olunur. Onların ətindən daha geniş istifadə olunur. Belə, indi diqqətlə ekrana baxaq uşaqlar. Uşaqlar, baxdıqda siz burada iki dəvə görürsünüz. Görürsünüzmü? İki dəvə şəkli var. Gəlin diqqətlə baxaq görək bu dəvələri bir-birindən nə fərqləndirir? Bax, şimdi Səri, buyur. Biri qarşı yerdə olur, bir də üstü yerdə olur. Olar, biz sonra gələk. Necə? Rənginə görə. Biz onların rənglərini ikimizdir. Biri açıqdır. Biri açıqdır, biri tündür. Sonra Ayşən. Üstündə bir var qararlı, o üstünü alır. Yaxşı, birinin üzgüsü qararlı, birinin üstədən açıq neyişlər. Sonra başqa nə var? Biz anlayırıq. Birinin türküsü düz yanı, birincisi isə əyri. Bəli uşaqlar, bax bizim axtardığımız da buydu. Diqqətli olsa görərsiniz ki, birinin üzgüsü dik, digəri isə əyridir. Şimdi gəlin bunun səbəbini aydınlaşdıraq. Uşaqlar, bax dəvələrin üzgücü pi qatından ibarət olur. O uzun müddət az qaldıqda həmin pi sərt edir, istifadə edir. Və buna görə də uşaqlar, uzun müddət az qalan dəvə həmin pi istifadə elədikdə, həmin bu pi istifadə elədikdə orada olan yağ azalır. Yağ azaldığı üçün içərisi boşalmış şar görünsünüz də, o boşalır, əyilir. Bax, hürgüsləri də dəvənin elə olur. İçərisində olan yağ qatı, pil, istifadə onu boşaldığı üçün hürgüs böyle işte ne olur? İçərisi boşalır. Ona görə də o ikinci dəvənin hürgüsü əyilmiş olmasaydı. Səhərlərini deyirsən. Olardı. İlk devam edelim uşaqlar. Bax, iki hürgüsü dəvənin yolu daha çox olur. Və bu tük onları görək nədən qoyur uşaqlar? Bax, tükü çox olan dəvə, yəni iki hürgüsü dəvə. İsti olanda havalar, güneş şartından həmin güneş dəvənin dərisini qoruyur ki, o yanmasın. Soyuq havada isə sanki onu yorgan kimi bürüyərək onu soyuqdan qoruyur. Ümumiyyətlə dəvə uşaqlar 70 dərəcə soyuğa və 50 dərəcə istiyə davam gətirə bilir. Aydındır mı? İlk gəlib sizinlə birlikdə hər kəs öz balası şirin ürünüsünü bir krasov işləyə görək. Biz indiyə qədər öyrəndiyimiz şey olaraq salaları tanıyırıq. Aşağıdaki krasovun adı mən qeyd edəcəyim kimi hər kəsə bu balası şirin ürünüsünü. Bax, krasovun seçkiləri nəyə nəzər yetirəcək? Burada bizim bu şəkillər açılacaq. Həmin şəkillərin özünü yox, o şəkildə olan heyvanın balasını biz krasovdan yerləşdirməliyiz. Birinci şəkil burada boyundur. Şimdi boynun balası necə adlanır uşaqlar? Şimdi şəkildə görürsün. Buzlu adlanır. Boynun balası buzlu adlanır. İkinci şəkilə baxaq.
İnek şekli uşaqlar. Kızı bir gün ineğe balası kazanır. Belki de görürsün. Uzun adlanır ineğe balası. Uzun. Nöbet şekline bakar, ne verir uşaqlar? Qaytardı balası kazanır. Necə? Zayca. Zayca adlanır. Nöbet şekil. Pişik şekli. Bildiğin pişik balası adlanır. Dostlar. Mağdur adlanır pişik balası. İç şekli. Denemelerde bir iki balası. İşte küçük adlanır. Kirpi. Kirpi yani ama. Başka meni bilir misin? Kaç adlanır kirpi balası? Nöbet şeklimize bakalım. Ayşe. Şirin balası şirin adlanır. Devam ediyor. Ve nihayet mevzumuzun devamını Cedeli balası adlanır. Şimdi nesimiyle köşek adlanır. Uşaqlar, bax, diqqətlə bu şəkillərə fikirdə görərsiniz ki, burada verilən heyvanların 8 heyvan verilir, belə deyil. 7'sinin balasının 4 adı var. Ancaq onlarda şirinsə, balasının öz adlarını. Şirin balası ilə şirin adlanır. Şirin balası ilə şirin adlanır. Bəzi heyvanlar var ki, onların balalarının əxsusi adı var. Bəzi gəlməysə, onun balası kimi adlandırır. Onu öz adıdır. Bəli. Uşaqlar, bax, indi bizim başdan bəri əldə etdiyimiz məlumatlara əsasən sizə qrup şişdirdik. Qrupların şərti olaraq şəkər qrupu, güneş qrupu və bir də səhra və kardan qrupu kimi adlandırmışıq. Karanlık oldu.